Buradan bütün bu videomuza baxan xeyirxah qardaşlarımızı və bacılarımızı və ümumi Azərbaycan xalqını salamlayıram və hər bir kəsdən xahiş edirəm. Kim bu videomuza baxırsa bir yorum yazsın, kanalımıza takip bassın. Bu günləri Seymur qardaşımız 5000 rubl pul göndəribdi ki, nənəmizə bazarlıq elə apar. 22 yaşı var Seymur qardaşımızın, avtoqəza keçirdibdi. Xahiş edirəm hər bir kəsdən, elə hər ağızda bir dua var, dua eləyəyin Seymur qardaşımız üçün. Allah sağ eləsin, Allah yastığını yüngül eləsin, Amin, sana nənə. qurban olum, əllərinə qurban olum. Sağ ol nənə, sağ ol. Sana qurban olum. Seymur qardaş, çox sağ ol. Sağ ol nənə. Var ol, Allah köməyin olsun. Nənə, burada ətdə var, yağda var, şorda var, pendirdə var. Yəni hər şeyi almışıq. Onları düyüdən belə, qəndin, pesoğun, hər bir şeyin almışıq. 80 manatlıq bazarlıqdır. Yığ xaladenliyə, ye. Halal xoşun olsun. Çörəyə də özüm kloka qoymadım. Təndir çörəyidir. Hə, elə indi təndirdən çıxardıq gətiribdilər. İsti-istidir nənə. Əllərinə qurban olum. Qazanan əllərinə qurban olum. Sağ ol Allah nənə. təala şəfanı versin. Amin. Allah Amin. təala hamınızın canınızı sağ eləsin. Sağ ol nənə. Sağ ol. Halal xoşun Allah olsun. köməyiniz olsun. Xəqanım, əllərinə qurban olum. Sənin zəhmətin çoxdur, xəqanım. Halal xoşun olsun nənə. Zəhmətini itirmərəm. Halal xoşun olsun. Mən hər bir kəsdən xahiş edirəm ki, kanalımıza takip atın ki, canlılarımız olur. Canlılarımızda atılan hədiyyələri bax belə kimsəsiz ailələr üçün biz də çıxardıb ərzə qalıb aparırıq. Kasıbların Allah köməyiniz olsun. Seymur qardaş. Sağ ol nənə. Allah canınızı sağ eləsin. Sağ ol. Şirin ağızla ye. Sağ ol nənə.